Hazreti Fatıma-tü Zehra selamullahi aleyha'nın yüceliği bütün zaman ve mekanlarda her mezhep ve her sınıftaki ruh ve akılları kuşatmıştır. Hazreti Fatıma zaman ve mekanın ötesinde bir rol modeldir. Hazreti Fatıma selamullahi aleyha Allah'ın rızasının ve öfkesinin ölçüsüdür. Gelin isterseniz Hazreti Fatıma-tü Zehra anamızı bizleri kırmayarak davetimize icabet eden dost ve kardeş Can Azerbaycan'dan Ehl-i Beyt alimi, kıymetli misafirimiz Hacı Ramil Bedelov hocamızdan dinleyelim. Sohbetinin bitiminde diğer kıymetli misafirimiz aramızda olacak. Onlar da Ehl-i Beyt meddahı Perviz Hüseyin de bizlerle birlikte olacaklardır. Ben sözü fazla uzatmadan söz üstadı Sayın Hacı Ramil hocamızı Muhammed'i selavatlarınızla huzurlarınıza davet ediyorum. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين نحمده ونشكره ونستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفينا ومولانا أبي القاسم المصطفى محمد صل على ثم الصلاة على إترته المكرمين وسيما بقية الله في الأراضين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. السلام عليك يا بقية الله يا حجة الله يا سيدنا ومولانا أغثنا وأدركنا انظر إلينا بحق جدتك فاطمة سلام الله عليها. İnşallah meclis İmam-ı Zamanımızın mübarek nezeriyle daha da nuran olsun diyene Hanım Zehra'nın pak ve mukaddes ruhuna salavat edelim. Allahümme salli ala Muhammed ve ali Muhammed. İlk önce salamlayıram hər birimizi, değerli kardeşlerim ve bacılarım. Ve teşekkür ederim değerli ruhanimize, aziz kardeşim Şeyh Cafer Ağa'ya ki söz verdi, davet etti ve burada diğer ruhani kardeşlerim, alimlerimize iləşib, onlardan icazə istəyirəm hər birindən. Allah onları hifz eləsin. Və bu arada da bir neçə günlərdir artıq mən Türkiyədəyəm. Müəyyən yerlərdə çıxış edirəm. Zəhmət çəkən iki qardaşım və onun ətrafında olan qardaşlar, Sərhat qardaşım və Məhəmməd qardaşıma təşəkkür bildirirəm. Allah günahlarımızı bağışlasın. Mən başlayıram çıxışma və inşallah Allah bizdən qəbul eləsin.
başlayıram çıxışa. Quran-ı Kərimimizin bir neçə ayəsi ilə çıxışma başlamaq istəyirəm. Allah Teala Quranda biz insanlara bir sözü var, hər birimizə, hamımıza. O da budur ki, Peyğəmbərin dili ilə danışır. 4 cür məsələyə toxunur Allah Teala. Birinci məsələ budur. Qul la əsəlukum aleyhi əcrən. Peyğəmbər deyir, mən bu qədər ki zəhmət çəkdim, bir ayə belədir. Bu qədər ki əziyyət çəkdim, çox əziyyət çəkib bizim Peyğəmbərimiz Həbibullah, çox. Özü deyir ki, mənə verilən əzab, əziyyət heç bir Peyğəmbərə verilmir. Böyük sözdür. Sizdən heç nə istəmirəm. Peyğəmbər sözü budur. La əsəlukum aleyhi əcrən. Sizdən heç nə istəmirəm. Bu bir ayə. Başqa ayədə buyurur Allah Resulü. Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurbə. Bu ayədə yox istəyirəm. Nə istəyir ya Resulallah? Əhl-i beytimə məhəbbət və məvəddət istəyirəm. Yaxşı, bir ayədə deyil istəmirəm. Bu ayədə istəyirəm. Bu necə deyək? Cavab budur. Bir nəfər xəstə, məsələn, gedir həkimə, canı ağrıyır. Kasıbdır, fəqirdir, ehtiyaclıdır. Həkim onu müalicə edir. Fəqir qorxa-qorxa baxır onun üzünə ki, kaş məndən bir şey istəməyəm. Deyir, nə qədər verməliyəm? Deyir, sən nə üçün istəmirəm? Deyir, istəmirsən? Deyir, heç nə istəmirəm səndən. Amma ayrılıb gedəndə bir dənə dayan, həkim deyir. O dayanır. Deyir, səndən bir şey istəyirəm. Deyir, nə? Deyir, bax, yeməyə fikir ver, soyuğa vermə özvər diqqət elə, yoxsa bu müalicənin sənə xeyri olmaz. Birinci də istəmirəm. İkinci nədir? Bir də istəyirəm. Biz bu ayədə necə deyirik? Rəsul-i Əkrəm deyir, sizdən heç nə istəmirəm, bu birisi ayədə istəyirəm. Bunun mənası budur ki, özü üçün bizdən heç nə istəmir. Bizim üçün bizdən istəyir. Ayəsinin deyib üçüncü ayəni. Allahın Rəsulü buyurur, Qul ma sə'altukum min əcrin fəhvə ləkum. Nə istədimsə siz üçün istəmişəm. Mənim sözə ehtiyacım yoxdur. Mən Həbibullahım. Mən də biləm, mənə bir şey deyim. Nə istəyirəmsə siz üçün istəyirəm. Dördüncü ayədə görün nə deyir Allah Teala. Buyurur, Qul ma əsəlukum aleyhi min əcrin illa mən şa'an yettəxizə ilə Rabbihi səbila. Bu ki, mən sizdən istədim, mənim əhl-i beytimi sevin, ona görə istədim ki, Allaha gedən yoldayım. İlla mən şa'ən yettəxizə ilə Rabbihi səbila. Kim ki Allaha tərəf getmək istəyir, bu yolda qədəm qoymaq istəyir, əhl-i beyt məhəbbəti olmadan mümkün deyil. Salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. İndi yeri var şükür edəsiniz, hə? Ay Allah, sən bizə əhl-i beyt məhəbbəti vermişsən. Sənə nə qədər şükür edəyək, analarım, bacılarım, nə qədər şükür edəyək. Analar, bacılarım, ən mühüm vəzifələrimizdən biri övladlarımızı əhl-i beyt mərifəti ilə, məhəbbəti ilə böyüdün. Davam edirəm. Allahın Rəsulü nə istəyirəm sizdən? Məhəbbət yox. Düzəldirəm. Məvəddət. Məhəbbətlə məvəddətin fərqi var? Var. Məhəbbət budur, sevirəm, amma demirəm sənə bəzi vaxtlar, ürəyimdədir. Bildirmirəm sənə. Məvəddət o məhəbbətə deyilir ki, sevirsən, izhar edirsən. Gəlirsən, məsələn, çox istəyirəm. Ona deyirlər məvəddət. Məvəddətdə aşiq üzə çıxır. Məhəbbətdə ola bilər, gizlin qalır. Allah deyir ki, mənim əhl-i beytimi sevin, aşkara çıxardım. Bir yolu nədir? O bir yolu budur, bu məvəddətdir. Yoldan keçən deyir, burada nə olur? Deyirlər, əhl-i beyt məhəbbəti üçün, məvəddəti üçün insanlar yığışır buna. Kimdir o əhl-i beyt?
Siz əhl-i beyt olan məbəddətlə insanları düşündürürsünüz. Bizdən istəyirlər əhl-i beyti neyək? Aşkar sevək. Aşkar. Ona görə bəzi vaxt fikir verirsiniz, bəziləri gəlib yanında imamın qabağında deyir, mən səni çox istəyirəm ama. Allah nəsib eləyər bizə də. Dövrün imamın qabağında deyəcəm, biz səni çox istəyir ya. Sənə eşqimiz var, məhəbbətimiz var. Allah nəsib eləyər, qiyamət günü, ana bacılarım, qardaşlarım, xanım Fatımənin hüzuruna çıxırsınız, deyirsiniz, Zəhracan, mən səni balalı çox istəyirmişim. Mən Hüseyni sevənlərdən olmuşum. Mən səni çox istəyirmişim. Məhəbbətinizi çıxardınız. Gizlətməyin qəlbinizdə aşıqlar. Qoy el aləm bilsin ki, siz Hüseyn Zəhra aşıqsınız. Xanım Zəhranı tanıtmalıyıq dünyaya. Ərbəyin nədir bəs? Ay Ərbəyin ziyarətində olanlar və o kəslər ki, olmayıblar, ürəkləri oradadır. Ərbəyin həmən la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba, həmən ayənin təfsiridir Ərbəyin. Ərbəyin dünyaya mesajı var. Ərbəyin başa salır dünyaya ki, bizim imama ehtiyacımız var. Ərbəyin dövrün imamına tərəf atılan addımlardır. Ərbəin, yəni ağacan zuhur edəsənə ehtiyacımız var. Ərbəin Aşuradan zuhura gedən yoldur. Ərbəin eşq yoludur. Həzrəti İmam Zaman zuhur eləyəndə Kəbənin ətrafında dayanıb nə deyəcək? Əla ya əhləl aləm. Ey əhl-i aləm, eşidin bilin. Ənə İbn-i Hüseyin Əlləzi qataluhu ətşana. Mən Hüseynin oğluyam. O Hüseyin ki, onu ətşan öldürürlər. Salavat. Allahümme sallam Muhammed ve Ali Muhammed. Niyə belə deyəcək? Niyə belə deyir? Sən getmirsən yad bir ölkəyə, qərib bir ölkəyə. Orada səni tanımırlar. Sən deyirsən ki, bilsən mən kiməm? Deyirlər kim? O filan kəs var ha, tanıyırsınız hamınız o. Deyir, hə, mən onun qohumuyam. Çünki o tanıyırlar axamı. Görünən budur ki, İmam Zaman zuhur eləyəndə cəmaat dünya Hüseyni tanıyacaq. İmam Zaman da Hüseynlə özü dünyayı tanıyacaq. Mən Hüseyn balasıyam. Başa düşürsünüz? Dünya Hüseyni tanıyacaq. Və bu istiqamətdə gedir dünyanın, istiqaməti, zuhura gedir. Bəşər tanımaq istəyir Hüseyin kimdir. Allah, siz ki, Ərbəyində olanlar, mən bilirəm, siz İmam Hüseyin sevərlərsiniz, Məhsun haqqında. Burada ilk dəfədə oluram, düzdür, mən İğdır'da, amma bilirəm Hüseyin aşıqlarısınız. Və bilirəm, Ərbəyin gələndə ürəyiniz döyülür, o yolları gedənlərsiniz. Amma o Ərbəyin elə bilənəm səhnədir ki, dinindən, irqindən, rəngindən asılı olmayan insanları yığır bir yerə. Mən bir Hristiyan keşiş aliminin çıxışına baxdım. Keşiş, bildiniz hə? Rahib. Ərbəyində ondan müsahibə aldılar. Dedilər, sən niyə Hüseyni ziyarət edirsən? Hüsnü nə dedi? Dedim, dinimiz ayrıdır, Hüseynimiz birdir. Uşaq gedir, böyük gedir, kiçik gedir, qadın gedir, qız gedir. Bir nəfər uzaqdan gördüm, bir qadın, yaşlı qadın bir ərəbədə qoca kişini aparır. Bir yaşlı kişi, yaşlı qadın aparır. Öz-özümə dedim ki, heç belə olarmı ki, kişi otursun, qadın onu aparsın Ərbəyin ziyarətində. Niyə bu kişi sürünür, o ərəbəni qadın aparmır? Yaxınlaşdım, gördüm ki, kişinin ayaqları işləmir. Gözləri görür, qadının gözləri görmür, ayaqları hərəkət edir. Bu yol göstərir, o aparır. Hüseyin belə bir aşıqdır. Buna deyilər məvəddət.
Buna deyirlər məvəddət. Amma məvəddət üçün birinci məlumata ehtiyac var. Tanımalısınız Əhl-i Beyti. Məlumatdan sonra mərifətə ehtiyac var. Məlumat, mərifət, sonra məvəddət. Məlumat nədir? Mərifət nədir? Məlumat yalnız buradadır. Mərifətin yeri buradır. Başdan ki gəlir bu beyindən, zehnindən küsüzdür ha bura. Bildiklərə ki inanırsan ha, buna deyirlər mərifət. Buna deyirlər mərifət. Allahın Peyğəmbəri Həzrəti Zəhra üçün bizdən mərifət istəyib. Yalnız məlumat yox. Hədis deyim, hədisə qulaq olsun. Xaraca Rasulullah min beytih. Peyğəmbər evdən çıxdı. Və huva ahizun biyədi Fatimə. Xanım Fatimənin əlini tutmuşdu. Kim? Peyğəmbərimiz. Dedim, mən ərəfəhə fəqəd ərəfəhə. Fatiməyə mərifəti olanlar, tanıyanlar tanıyır kimdir Fatimə. Mən ərəfəhə, mərifət. Təkcə bu yox. Ne qədər ediniz? Ondan sonra dedi, fəhazi tanımayanlar. Ay Fatiməni tanımayanlar, fəhazihi Fatimə. Bu Fatimədir. Kimdir ya Resulallah? Hiyə bəzətun minni, mənim bir paramdır. Hiyə qəlbi, döyünən ürəyimdir Zəhra. Hiyə ruhiyyəlləti beynə cəmbey ruhumdur Zəhra. Mən azaha fəqəd azani, Zəhraya əziyyət verəm, mənə əziyyət verib. Və mən azani fəqəd azəllah, kim mənə əziyyət verib, Allah əziyyət verib. Resul-i Ekrem ne istedi bizden? Mərifət istedi bizden. Məlumat yox, mərifət. Bax bu. Bu qəlblə ki, baş birləşib olur mərifət. Elmlə inanc birləşir olur mərifət. İman da budur, bunun ikisinin birləşməsi. İman boş inanc deyil. İman həm ağıldır, həm qəlbdir. Ağılla qəlbin vəhdətinə deyirlər mərifət. Yaxşı, bunu da deyə bildim. Sual. Sizə yalnız ayə deyirəm, yalnız hədis deyirəm ki, biləsiniz ki, Əhl-i Beytin sözünü deyirəmsin. Allah'a söyləyirəmsin. Yaxşı, istəyirəmsə bu bildiklərim süzülsün qəlbimə neyiyim? İstəyirəmsə məlumat mərifətə çevrilsin, neyiyim? Hədis məsum buyurur. La mərifətə illa bi əməl. Mərifətin yolu əməldən keçir. Səydən keçir. Çalışmaqdan keçir. İbadətdən keçir. Xidmətdən keçir. Çalışdız, əməl elədüz, məlumat mərifətə çevrilir. Mərifət artdıqca insanın Əhl-i Beytə eşqi atmağa başlayır. Adam bəzi vaxtlar Əhl-i Beytə olan məhəbbəti o həddədir ki, adam yerə göyə sıxmır. Yerə göyə sıxmır. Mərifət neçə şey olmalıdır? Qısa deyirəm sizə ki, bu Allah sizin hörmətinizə qulaq mənəsi verir. Mərifət necə olur? 4 dənə şeylə. Ən tərifə Rəbbəkə, Rəbbivi tanımalısan. 2. Ən tərifə ma sənəbik, özünü tanımalısan, mən kiməm? Allahı tanı, özünü tanı. 3. Ən tərifə ma ərədəmik, nə istəyirsən, mən onu bilməlisən. Hansı əməl istəyir? Allah məndən namaz istəyir. Allah məndən oruc istəyir. Allah məndən yaxşılıq etmək istəyir. Allah məndən xidmət eləmək istəyir. Allah məndən infaq istəyir. İstəyirlər, hamısını istəyir. 4. Ən tərifə ma yuxricükə min dinik. Bunu İmam Kazım əleyhissalam deyir. 4-cü budur. Bilməlisən, bacım, anam, qardaşım, neynəsən dindən çıxaram. Hansı səhv əməllər eləsən dindən çıxaram. 4. Məlumat çevrilir mərifətinə. Yalnız boş məhəbbət yox, söykəli mərifətinə. Necə ki, Həzrət Zəhra da beləyim. Həzrət Zəhra duası deyirəm sizə, siz qurubda oxuyarsınız.
Allahümme ferriqni liman xalaqtenillah. Allah məni ne üçün yaratmışsan? Həzrət Zəhra, can, sənin o təkəlli tutduğun qunuta qurban olaq. O təkəlli, o axır vaxtlarda bir əli ki, əziyyətlə qaldırırdın, o qunutun, xanım, sənin o dualarına qurban olaq. O dualarından biri budur. İlah, məni ne üçün yaratmışsansa, onun üçün yaşamağı nəsib elə. O əməlləri etməyi nəsib elə, xanım Fatimə duasını. Ona göre əməl çok önemli. İmam oturmuşdu. Bir nəfər girdi içəri, adı Hişamdı. İmam qalxdı ayağa onun üçün. Məhsul imam qalxdı ayağa. Qalxandan sonra ayağa. Dedilər, ağa, rüş qalxdın olsun ayağa. Dedi, Haza nasiruna. Bu bizə kömək eləyənlərdəndir. İmam dedi. Dedi, necə? Bilisanihi və qalbihi və yədihi. Həm dili ilə, həm qəlbi ilə, həm əməlləri ilə. Həm ürəklə sevir, yəni mərifət. Həm dili ilə iqrar edir bu iki, həm də çalışır, nəsə iş görür bu üç. Ona görə qalxdım ayağa. Bu məsumların istədiyi adam bulardır. Hər gün axşam özündən danış. İmam Zaman Sumi ilə. Dilimlə, qəlbimlə, əlimlə. Hər gün çalışdınız, bir iş gördünüz, Əhl-i Beytin məhəbbətini çəkəcəksiniz. Necə ki, Həzrət-i Zəhra salamullah aleyha ömrü tamamən xidmətdə keçdi. Tamamən. Dili ilə. Fədəkiyyə xütbəsi. İmaməti orada sübut edir. Getdi, məsciddə çıxış elədi, orada çıxış elədi. Əmir-ül-Mu'mininə Peyğəmbər dünyasını değişəndən sonra ki, Əmir-ül-Mu'mini uzaqlaşdırdılar Qədir-Qum hadisəsindən sonra Həzrət-i Zəhra 40 gün, dostlar, qardaşlar, 40 gün qapı gezib, qapıları döyüb deyib, Ələr İslam'a beyət edin. 40 gün. Basandır. İşlərdir. Bəziləri qapını açırdı, gördü, Həsən bitərdi, yəni Hüseyin bitərdi, Həzrət Zəhra bitərdi. Əliyə niyə beytinləmişsiniz? Göz yaşı ilə Həzrət Zəhra xidmət edirdi. İstəyirdi başa salsın ki, mən narazıyam. Mahmud ibn Dubeyd deyir ki, o dönemde yaşayanlardan biriydi, deyir ki, gördüm Həzrət Zəhra qəbirsanlıqda dayanıb, Bəqi qəbirsanlığında dayanıb, gördüm ağlayır, 4 dənə balası da onun yanında ağlayır, Əlinin məzlumiyyətini ağlayır. Mahmud ibn Dubeyd deyir ki, gəldim, dedim, xanım, nə olar belə ağlama, narahat oluram. Bu insanlar Əlini qoyub tərəfə. Bir xanım üçün çətindir bu. Biz necə idi? Vəziyyəti bir dənə qısa deyim sizə, hansı hala yetişdi? Mən Karsda dedim bunu, burada da istədiyim. Həzrət Zəhra Əmir-ül-Mu'minə qayıtdı, dedi, Əli can dərdləşirlər, dedi, bəli Zəhra. Dedi, mənə salam vermir Mədinəlilər. Salam vermirlər mənə. Əmir-ül-Mu'mini gör nə gecə məzlumdur, qayıtdı Zəhra, mən salam verirəm, cavab vermirlər. Sən salam verirsin, sənə salam verir, mən salam verim, cavab vermirlər. Vəziyyəti gördünüz. Çətin dönəm, belə bir dönəm idi. O şəxsiyyətlərə bu cürlə məzlum, amma qüdrətli məzlum. Elə ki, insan çalışdı və çalışdı, səy göstərdi. Nəticə nədir? Elm və əməl mərifət yaradır. Elm və əməl mərifət yaradır. Mərifət, məhəbbət və məvəddət yaradır. Həmən məhəbbət mərifəti çoxaldır. Bu başqa sözdür. Sən ki, elmdən, əməldən çalışdın, Əhl-i Beyti ki, məhəbbəti gəldi, doldu qəlbi və Əhl-i Beytdə başlayır səni sevməyə. Bilən hədis tipsi üçün, bir nəfər gəldi, ağacan, dedi, bəli. Dedi, bizə nisbət necədir sənin fikirlərin? Dedi, siz bizə nisbət necəsiniz? Biz də siz olacaq. Biraz da böyüdün mövzunu. Sən nə qədər çox istəyən Həzrət Zəhranı, Həzrət Hüseyni?
Həzrət Zəhra, Həzrət Hüseyin ondan çox istəyir səni. Onlar məsumdur, məhəbbəti də kamildir. Onlar kamildir məhəbbət. O da sənə aşıqdır ya. Bir alim var idi, bizim müştehidlərdən biri idi, deyir, ziyarət-i Aşura məclisində oturmuşduq, deyir, dua məclisi idi. Rozu oxuyan, duanın ortasında gəldik, çatdıq bir yerə, orada bir salam vardı. Esselamu aleyke ya Əba Əbdillah. Salam verin məndən. Esselamu aleyke ya Əba Əbdillah. Və aləl-ərvahilleti həllət bifinaik. Aleyke minni salamullah əbəda. Ma bəqitu və bəqiyyəl leyl və nəhar. Bilirsə salamın cavabı vacibdir. Deyir, qayətdir ki, salam verdim, inşallah ağa cavab verər. O alim məclisi saxladı. Deyir, dayan, bütün məclis dayandı. Deyir, sən gəlmişsən Əhl-i Beytə salam verəsən. Dedim, hə. Deyir, salamda qabaqlamaq istəyən Əhl-i Beyti. Deyir, nə mənada ki? Dedim, Hüseyin sənə səhər vaxtı salam verib ki, gəlmişsən onun məclisinə. Deyir, Ələykəssalam və rəhmətullah. Hüseyin səni dəvət edib bu məclisə. Əhl-i Beyt səni bu məclisə dəvət edib. Bu məclis dəvətləndir. İndi ki, bunu anladım. Kimdir səni dəvət edən? Kimlər səni dəvət edir məclisə? Gör necə gəlib çıxmırsan bura. Gör necə yolun gəldi, keçdi burada. Deməli, əgər dəvət ediblərsə, nəsə istəyirlər bizdən. Deməli, məhəbbətləri var sizə. Məsələ olan sizə eşqi var. Bu məhəbbəti dəyərləndirmək lazımdır. Hədisdə var, mən ərədəl hikmət, kim hikmət istəyir, mərifət istəyir, fəliyuhib Əhl-i Beytə. Əhl-i Beytimiz sevin, onların mərifəti dolsun qəlbimizə. O mərifət dolandan sonra bir başqa cür, başqa cür. Bir nəfər var idi, İmam Baqirin dönəmində idi, məscid idi, İmam Baqir girdi, onu da iki gözü görmürdü, iki gözü kör idi. İmam Baqir girdi, sakit oturdu qıraqda. Səhabəsinə dedi, ged ona dinən, gör, imam hardadır. Gəldilər, həmən iki dənə gözü kör olan dedilər ki, imam hardadır İmam Baqir. Gözü görməyən adam qayıtdı, filan yerdə oturur. Deyir, o çaşdı qaldı, sən haradan gördün? Gözlərin ki, görmür. Dedi, imamətin nuru ilə, məgər o nuru görməmək olar. Mən bu gözüm kördür, bu gözüm kör deyil, qəlbimin gözü kör deyil. Mərifət adamın qəlbinin gözlərini açır. Mərifət adamın qəlbinin gözünü açır. Elə ki, qəlbinin gözü açıldı, ünsiyyət yaranır. Elə ki, ünsiyyət yarandı, bir kəlmə sözü sənin bütün həyatını dəyişir. Tarixdə bir nəfər də adı Cübeyrdir, imamı sevməyənlərdəndir, Əmirül-Möminini sevməyənlərdən biridir, Muaviyyən adamlarından biridir. Bir dəfə istədi Şamdan gəlsin Kufəyə, getmək istəyəndə Muaviyyə dedi, hara gedirsən? Dedi, gedirəm Kufəyə, anam xəstədir, Kufədə yaşayır, onu görməyə. Dedi, bir şərtlə geyirsən. Dedi, nədir? Dedi, gedib Əli əleyhissalamdan görüşməyə. Əli əleyhissalam mən deyirəm, o demirdi. Gedib ondan görüşməyə. Dedi, mən ondan nə işim var, mən onu sevmirəm axı. Dedi, bax, sözümüz söz, dedi, hə. Dedi, o sənə deyişər ha, mənə qarşı. Dedi, narahat olma. Deyir, çıxdı, deyir, nifrət edir Əmirül-Mömindən. Gəldi, deyir, Şamdan gəldi, girdi Kufəyə. Kufəyə girən kimi Əmirül-Möminin çıxdı bunun qabağına. İlk sözü bu oldu, Selamun aleyk Cübeyr. Ondan sonra da keyfi haluk, necəsən? Cübeyr'li bütün halım değişti. Bütün halım değişti, cevap verə bilmədim. İstəmədim, deyə bilmədim, sən kimsən? Tutdu məni bütün halımı. İmam adamla bir dənə belə xüsusi ünsiyyət qursa, bütün adam değişin alır. İndi o kişilər qəlbləri daşlaşır, bunlar istisna. Deyir, tutuldu, qaldı, baxa-baxa. Ondan sonra da, oğlum, mən sən dedi, bəli. Dedi, apar Cübeyrə ver. Gedi ona qulluq elə. İmam Həsən Cübeyri gətirdi, o qədər xidmət elədi. Ondan sonra Cübeyr qalxdı ayağına. Dedi, olar gedim atomla bir dənə görüşüm, Şama gedirəm. Dedi, gəl görüş, gəldi, deyəndə Əmirül-Möminin qabağında. Dedi, əlinə sınan, dedi, Cübeyr, nə istəyirsən? Deyəndə elə hey baxdı. Dedi, nə istəyirsən? Dedi, Əli, səni tapmışam, daha səndən uzaqlaşmaq istəmirəm. Ona dedilər, mərifət. Gördünüz? Necə nifrət çevirdi məhəbbətə? Görmür. İmam Zamanın dualarından biri də Ərini tələətən rəşidə
Allah dövrün imamını mənə göstər. Ərini, tələətər rəşidə. Allah o imamı mənə göstər, nə olar? O imamı mənə göstər. İmam belədir. İmam insanlarla ünsiyyəti vücuddur. O burada deyim, Əbu Haşim var idi. İmam Həsən Əskərli vaxtında yaşayıb. Çox çətin idi vəziyyəti, zindanda idi. Zindanda idi. İmama bir dənə məktub yazdı, Ağazanda, yorulmuşam bu zindandan, belə çətin vəziyyətdən. İmam ona bir dənə xəbər göndərdi. İnşallah zöhrdə azad olacaqsan. Deyir, Əbu Haşim qaldı belə, necə zöhrdə azad olacaq? Mümkün deyil, elə bir söz yoxdur. Düz zöhr azanı gəlib yetişən kimi gəldilər, Əbu Haşim dedi, mən çıx azad oldun zindandan. Deyir, qaldım, tutuldum, deyir, belə qaldım, deyir, gəldim, girdim evə, xanım gördü, uşaq gördü, məni gəlmişəm, sevindilər. Dedim, xanım, yemək gətireyim, deyir, evə çörək yoxdur, yemək yoxdur, heç nə yoxdur. Deyir, özümə deyir, zengimdən keçirdim ki, kaş imam ələ orada bir əmrində yazaydım ki, ağacana, bir 100 dirhəm də göndərərsən. Hələ bunu keçirmişdim, gördüm, qapı döyüldü. Qapını açdım, bir nəfər gəldi, deyir, İmam Həsən Əskəri göndərdi mənə, pul da sənin üçün göndərib, bir məktub da göndərib. Açdım məktubu, gördüm, yazılıb. Əbu Haşim, haçan nə istədin bizdən xəcalət çəkili, istəyə bilərsən. Mən nə istədim yaz, amma onu bil ki, yazmamış bilir ya. Salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Alacan, bizim də halimizi, halətimizi bilirsiniz Allah'ın izniyle. Nə qədər adamlar buraya yığışıb, dərdlə gələn, hacətlə gələn. Hamımız gəlmişik bu qapıya, yəni ki, əli boş qayıtmarıq da. Hamımız gəlmişik Zəhra qapısına. Mən dələn o boyda yol ki, nə qədərdə də gəlmişəm bu qapıya ki, bu qapıda hacətimizi alaq çaq gedək. Siz də asıl-asıl qəlblərinizi yönəldin bəqiyə tərəf. Çünki mən asıl-asıl gedirəm, çıxışımdan o hissiyəm, bəqiyə tərəf. Biraz her şeyi unudun. Yani dünyanı koyun kenara. Dünyanın Həzrət Zəhranın yanıq qapısının kənarında. Ama bir dənə sizdən bir şey istəyəcəm, ondan sonra başlayacağım asıl danışmağa. Zikr müsibətini deməyə. Peyğəmbər belə dedi. Dedi, ya Fatimə, ay Fatimə, qızım, dedi, bəli. Mən səllə aleyh, kim sənə salavat göndərsə, xafarallahu ləh, Allah onu bağışlayar. Və əlhəqəhu bi heysu kuntu minəl cənnə. Qiyamət günü cənnətdə məndən birlikdədir. Peyğəmbər dedi Həzrət Fatiməyə, kim bir salavat, bizsə günahları bağışlanan. Bir dənə xanım Fatiməyə salavat deyin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Acil feracah. Günahlarınız silirlər. Peyğəmbər sözü, mənim sözüm deyil. Paklaşırsan. Ona istəyir, pak oturaq biraz bir səhnədə, bir yerdə. Peyğəmbər isə nə deyildi? Qapı döyüləndə, qapının döyməyindən deyirdi Həzrət Fatimədir. Dedi, özüm açılacam Zəhra üçün qapını. Gedir qapı, dedi, qızım, gəlmirsən, hoş gəlmirsən. Bir dənə söz deyirsən. Peyğəmbər dedi, fəənə əşummu minhə raihətəl cənnə. Zəhradan cənnət iyi gəlir. Bu məclis də cənnət idi. Bu məclisdən cənnət iyi gəlir. Çünki yazı Zəhra adamadır. İzə rəaytum rozətun min riyazil cənnə fərtəu fiyha. Peyğəmbər buyurur, harada cənnət gördünüz, gelin ora. Dedilər, dünyada cənnət var. Dedi, möminlər yığışdığı yer cənnətdir, cənnətdəsən. Məclis ana məclisidir. Ana məclisində kim nəzər eləyər? Balası nəzər eləyər, İmam Zaman nəzər eləyər. Nə əzəmətli məclis. Amma həmən xanımın bir sözü var, adam ürəyinə aldı. Dedi, subbət aleyyə məsaib. Ləv ənəha subbət aləl əyyami sırnə ləyaliyəm. Əli, mənə müsibətlər elə üz verib ki, müsibətlər, bəlalar uğu da mənim üstümə gəldi ki, əgər gündüzə gəlsəydi, günortaya gəlsəydi, gündüz, günorta, gecə olardı. Bu Zəhra xanımın sözüdür.
Quranda bir ayə var, dedilər, Peyğəmbəri adı ilə çağırmıyor. Peyğəmbər adı ilə çağırırlar. Ayə gəldi ki, bir çağırdığınız Peyğəmbəri çağırmıyor. Başladılar, ya Rəsulallah deməyə, ya Nəbiyyəllah deməyə. Həzrət Fatimə də gəldi, ya Rəsulallah. Peyğəmbər dayan qızım, sizin nə oldu? Dedi, sən deyən, ya əbəti, mənim əziz atam, sən belə deyəndə mənə xoşdur. Haçan ki, Zəhra xanım gələrdi, deyərdi, ya əbəti, ay mənim atam. Sən demə, ya Rəsulallah. Məsələn, Zəhranın ədəbidir də, fikir verirsiniz. O da deyir, mən də qoy, ya Rəsulallah. Atası deyir, ya Rəsulallah deyir. Yadlamışsınız kim düşdü? Bəlkə də özləri istəyirlər, mən bunu danışıram. Əbəlfəz İmam Hüseyni həmşədə çağırır, bilirsiniz. Ya Seyyidi və Mövlaya, ay mənim Seyyidim və Mövlam, ağam. Həmiş Əbəlfəz İmam Hüseyni belə çağırır. O Əbəlfəz ağam adı gəldi, eybi yoxdur. Mənim mövzum bu deyildi. Amma qoy gəldi də. Bir yerdə Əbəlfəz deyib, ya əxa ədrikni, ay qardaş özünü çatdır mənə. Ya əxa ədrikni, o da haradaydı? O ki getdi suyu gətirməyə. Suyu götürəndə əlinin içinə, ovucuna götürəndə dayandı, baxdı, dedi, Rüqəyya Ətşan, Hüseyin Ətşan, mən bu suyu içmərəm, ad deyərəm. Məşqi doldurdu, getdi. Gedəndə düşmən gəldi qabağa, başladı şücaət göstərməyə, vuruşdu. Sağ əlini vurdular, saldılar yerə. Sağ əlini vurubsa ondan sonra yerə, sol əli ilə tutdu. Sol əlini vurdular, saldılar yerə, məşqi ağzında tutmuşdu, ağzında. Yaxşı. Qaçırdı, hara bilirsiniz? Bir dənə dərdi bu idi ki, Rüqəyyaya su çatdırırım, balalara su çatdırırım. Düşmən o tərəfdən oxu çəkdi, düz məşqə dəydi. Su tökülməyə başlayanda və qəfəl Əbbas. Əbbas dayandı. Dedi, dayı məşq, xeymələrə niyə qeyim su yoxdur? Və qəfəl Əbbas. Yaxşı. Orada idi ki, arxadan əmudla vurdular. Əmudla vuranda yıxılana yaxın dedi ki, ədrikni ya əxak, ay qardaşımı öldürürlərkən. Həzrət Zeynəb deyir ki, İmam Hüseyin üzünü çevirdi mənə, dedi, bacı dedi, hə, dedi, bu Abbasın səsidir. İnanmaq istəmirdi, dedi, bəli qardaş, Abbasın səsidir, deyir, qaça-qaça getdi. Deyirlər, gördük, Hüseyin qaça-qaça gedir, bir yerə dayandı, neysə götürdü, öpdü, gözünün üstünə qoydu. Biraz getdi, o birisini götürdü, öpdü, gözünün üstünə qoydu. Yaxınlaşanda gördük, Əbəlfəzin qələm olan qollarını öpür, qoyur gözünün üstünə. Elə heyyanı çatdı Əbəlfəzə, dedi, Əbəlfəz. Aldı Əbəlfəzin başını qoydu dizlərinin üstünə. Gördü Əbəlfəzin gözünə də bir gözünü ox vururlar. O birisi gözünü açıb, dedi, Əbəlfəz. Dedi, qardaş, hara aparmaq istəyən mənə? Dedi, xeymələrə tərəf. Dedi, qardaş, aparma məni xeymələrə. Aparma məni xeymələrə. Suyu çatdıra bilməyib səqqa ona görə. Bu Əbəlfəz ağa. İndi gedək anasına tərəf. Haçan ki, Həzrət Zəhra deyərdi, ya əbəti İmam Peyğəmbər sevinərdi, Həzrət Zəhra mənə çağırdı. Bir yer var ki, Həzrət Zəhra dedi, ya əbəti Peyğəmbər narahat oldu. O bir sarabı, o ki, Peyğəmbər dünyasını dəyişdi. Peyğəmbər dünyasını dəyişəndən sonra elə ki, evi mühasirəyə almışdılar, qapıya ki, od vurdular. Həzrət Zəhra qapıya çıxanda, arxadan ki vurdular təpi ilə qapını, Həzrət Zəhra qapı ilə divar arasında qalanırdı, ya əbəta, ay mənim atam. Əhəkəza yufəlu bi ibnətikəl Fatimə, qızın Zəhranı görməyirlər. Oradaydı ki, Möhsin şəhid oldu. Bu bir. İkinci yer, harada Əhl-i Beyt Peyğəmbəri çağırıb, ikinci yer izləyəm sizə. İkinci yer budur ki, deyirlər, elə ki, Əl-Əslam Həzrət Zəhranı dəfn elədiyi yerdən qalxa bilmirdi. Üzün tutdu, baxdı Həsənə, Hüseynə, Ummu Gülsümə. Gördü uşaqlar da aldı, üzün tutdu, deyir, Zeynəbə dedi, qızım kömək ilə atama. Orada idi ki, üzün tutdu Peyğəmbərin qəbrinə üstünə dedi, Əli ilə dedi, məzlum. Dedi, Əssəlamu aleykə ya Rəsulallah, ay Peyğəmbər sənə salam olsun. Ənni və ən ibnətikə, həm məndən salam olsun, həm sənin qızın Zəhradan salam olsun. Qızından soruşarsan, neynədilər ona?
Bu iki, üçüncü yer bu da axır. Elə ki, Aşuranın axır ən çətin səhnəsidir, İmam Hüseyin getdi meydana. Gəldi, çatdı meydana, Həzrət Zeynəb Teli Zeynəbiyyədən baxır. Aşıqlar, ey Hüseyin aşıqları. İmam Hüseyin keçdi meydana, Həzrət Zeynəb baxır Teli Zeynəbiyyədən. Şimdi ki, gəldi, çıxdı, əşşimru calisun əla sədrih, çıxdı İmam Hüseynin sinəsinin üstünə. Oradan Həzrət Zeynəb qayıtdı, ya Rəsuləllah, iləykəl müştəkə. Ay Peyğəmbər, sənə şikayət edirəm mən bunlardan. Gör nə dedi? Dedi, Haza Hüseynun mürəmməlun bitdimə. Bu sənin Hüseyin balondur, qanına boyayıblar. Muqəttəul əza, Hüseyni öldürürlər. Bu üç. Həzrət Zəhradan da deyim bitirim. İnşallah mənə dua edin. Zikri müsibətim də bu olsun. Elə ki, qüsül verirlər Həzrəti Zəhranı. Gör neçə səhnədir. Ata anaya qüsül verər, ata xanıma qüsül verir, balalar da su gətirir. Həsənlə Hüseyin su gətirir. Qüsül səhnəsi budur ya. Özdə ata tapşırıb balalara ki, ağlamayın. Suz ağlayırsınız, ona tapşırıb ağlamayın. Eşitməsinlər. Uşaqlar üçüncü ağlayırdı, asla-asla. Asla-asla belə, Hüseyin asla ağlayır, Zeynəb asla ağlayır. Asla-asla ağlayır, oradaydı, gördülər, Əsma deyir, gördüm ki, Əmirül-Müminin başını qoydu divara, elə möhkəm ağladı. Dedi ki, Əli can, nə oldu? Dedi, əlim deydi o sınan qabırğaya. Əlim deydi o sınan olan. Bu səhnə çox ağır səhnədir, bax deyəcəyim səhnə, bir sözü nə oldu? Ondan sonra dedi, ya Həsən, ya Hüseyin, ya Ümmə Kulsum, ya Zeynəb, gəlin anamızla vidalaşın. Deyir, Həsən gəldi, üzünü qoydu anasının üzünə. Zeynəblə Ümmü Kulsum atdı anasının üstünə özünə. Hüseyin bir üstünü nədir? Ay Hüseyin aşıqları. Deyir, gəldi, üzünü qoydu anasının ayaqlarının altına, başladı anasının ayaqlarını öpməyə. Deyir, Əmirül-Müminin gəldi, Həsəni qaldırdı, çəkdi kənara, gəldi ki, Hüseyni götürsün, gördü Həsən qayıtdı. Zeynəbi götürdü, Ümmü Kulsum qayıtdı, qalıb belə. Möcüzə bu idi, kəramət baş verdi. Oradaydı ki, kəfənin bəndi açıldı, Həzrət Zəhra əllərini açdı, balalarını qucaqladı. Balaların qucaqlayanda bir elə ağlaşdılar, hamısı ağlaşdı, səmadan səs gəldi. Ay Əli, ayır onu balalardan. Göydə mələikə tab gətirə bilmir, ayır balalardan Zəhranı. Ay Zəhra aşıqları, xoş halınızdan. Dərddə verin Zəhra xanımdan. Siz onun balalarısınız Zəhra xanımdan. Deyir, Zəhra can, sənə qurban olaq, o döyülən canva qurban olaq. O sili deyən üzvə qurban olaq. La lənətullah aləl qovmuz zalimin. Gecə yari dəfn olar, gecə yari dəfn olar, ay cəval ölən alır. Ağlayan göz yaşlarına qurban olum, sinə vurma hələ. Gecə yari dəfn olar, ay cəval ölən alır. Heyf, bu mikrofon yoxdur, heyf. Cəmalı gül təş olar, ay cəval ölən alır. Hacı Allah ömrünə bərəkət versin, Allah canın salamat eləsin, zikri müsibət elədi, hamımız ağladız, biraz da sinə vuraq inşallah. Xanım Zəhra, Xanım Zəhra, Xanım Zəhra, ya Zəhra, Xanım Zəhra, Xanım Zəhra, Xanım Zəhra, ya Zəhra, Xanım Zəhra,
Susuzam Kevser ve Fatıma Can, o kerem Kevser ve Fatıma Can. Susuzam Kevser ve Fatıma Can, o kerem Kevser ve Fatıma Can. Susuzam Kevser ve Fatıma Can, sen Hüseyin Hasan'ın maderisin, Mustafa'nın o günün oğlanısan, sen vilayet şahının yaverisin, sen feda Sencer ve Fatıma Can, o kerem ve Fatıma Can. Susuzam Kevser ve Fatıma Can, o kerem ve Fatıma Can. Susuzam Kevser ve Fatıma Can, seni defnedirem ben gece yarı, gece yarı, gece yarı. Hanım bir nazar et mənə sarı, mənə sarı, mənə sarı. Səni dəfn edirəm mən gecə yarı, gecə yarı, gecə yarı. Hanım bir nəzər et mənə sarı, mənə sarı, mənə sarı. Mal təmizlər, zahanı yandırar, hər gecə moylar, qəbrin qucaqlayar. Göz yaşı axar, üzara ağlıyor, əzizə Taha, əzizə Taha. Tək qalır evlər, o da yetim bala, əvvəl zeynər, başa qara salar, eydərəm dəhra, qaldım nahallara, əzizə Taha, əzizə Taha. Səni dəfn edirəm mən gecə yarı, gecə yarı, gecə yarı. Xanım bir nəzər et mənə sarı, mənə sarı, mənə sarı. Ay qalmış halımsan, sənin bir sözünə hər iki dünya fədadır gözünə. Ey folasili dəyib yüzümə, əzizə Taha, əzizə Taha. Hər qəmər özün mənimlə Fatimə, doqquz günlər düşər də yadımə. Kaş gələydim sən yenə də qadimə, əzizə Taha, əzizə Taha. Səni dəfn edirəm mən gecə yarı, gecə yarı, gecə yarı. Xanım bir nəzər et mənə sarı, mənə sarı, mənə sarı. Ay gəlir üstə
saralmışam Gül kimi tenha Solup saralmışam Bir güne sensin Necə qozalmışam Əzizə Taha Əzizə Taha Zeynəbül məndən Səni soralıyır Əldə quşlarə Həsən qucaqlayır Kərbəla şahid Ürəkdən ağlayır Əzizə Taha Əzizə Taha Səni ləfr edirəm mən Gecə yari Gecə yari Gecə yari Xanım bir nəzər et Mənə sari Mənə sari Mənə sari Sinəmdən ismar yarığı Ağlarım Zəhra Ağlarım Zəhra Seni dəyər rüxsarığa Ağlarım Zəhra Ağlarım Zəhra Ya Zəhra Ya Zəhra Ya Zəhra Ya Zəhra Ya Zəhra Başa Peyğəmbər qarəsin Bağladın Zəhra Bağladın Zəhra Vicrimdə qəlbi zarimi Bağladın Zəhra Bağladın Zəhra Evdə oturub hər gecə Ağladın Zəhra Ağladın Zəhra Ya Zəhra Ya Zəhra Ya Zəhra Ya Zəhra Ya Zəhra Kimən də bunu deyəcəm inşallah zəhmətim tamam Kim Ərbəyin istəyir, kim Kərbəla istəyir Niyyət eləsin Sənə ya Hüseyin Sözümüz var Sözümüz var Sözümüz var Şeşkuş hədə Gözümüz var Gözümüz var Gözümüz var Sənə ya Hüseyin Sözümüz var Sözümüz var Sözümüz var Şeşkuş hədə Gözümüz var Gözümüz var Gözümüz var Arzu etmiştik Nasip ola mənə Dəvətin tərsin Qonaq olum yenə Eyləyim təzim Salam verim sənə Bu ərbəyindən Bu ərbəyindən İntizarımla Ürək dönüb qala Dostlarım gəldim Odamlı torpağa Eyləmişdim ki Çağırmadım Bu ərbəyindən Sənə ya Hüseyin Sözümüz var Sözümüz var Sözümüz var O şeşkuş hədə Gözümüz var Gözümüz var Gözümüz var Sənə ya Hüseyin Sözümüz var Sözümüz var Sözümüz var Şeşkuş hədə Gözümüz var Gözümüz var Gözümüz var Nəhri əlqərdən Otağdaya salan Kaş əbəd fəzlər Yenə qonaq olan Kərbəlam susmən Axı necə qalan Bu ərbəyindən Bu ərbəyindən Kaş gəlib rahət Deyəydi məşvərə Kaş gəlib naylan Çalaydı vətlə
xoşbəxtlərim düşə o dəftərə. Duvar bəyində, duvar bəyində. Sənə Hüseyn sözümüz var, Sözümüz var, sözümüz var. Şuşada gözümüz var, gözümüz var, gözümüz var. Sənə Hüseyn sözümüz var, sözümüz var, sözümüz var. o şuşada gözümüz var, Gözümüz var, Hacı ustadımız Kərbəlaya da nişan elədi. Neçə mən də inşallah xanım Zeynəbdən deyərəm, onlar zəhmətini tapar. Zeynəb, 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 gözü yollara qalbir gələn, ölürəm Həsən, ölürəm Hüseyn. Gözü yollara qalbir gələn, ölürəm Həsən, ölürəm Hüseyn. Atuzam mənə, gətirin kəfən, ölürəm Həsən, ölürəm Hüseyn. Zeynəb, Zeynəb, Sözüzünə getirin uçan, yorulan bədəndə yuvarlasın. Kəfən istədim, bəni əflədim, bu sözüm Hüseynə toxunmasın. O yatırılına bilə bir kəfən, ölürəm Həsən, ölürəm Hüseyn. Zeynəb, Zeynəb, Həsən Əli'nin sözü deyilən rızası yaradına. Töküləndə teş nəzigərlərin, nəlidir əzəmlərin silə. Belə bir zamanı fəladidə, o bəlalı başını sanır. Bilirsən kimi bir qucaq ilə, nəlidir əzəmlərin silə. Zeynəb, 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 uzaq! Zeynep, 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 Hoş sözüm, iki kardeşim, iki sevgilim, biri sağ gözüm, biri sol gözüm. İki nurimi deli bul Hasan, ölürəm Hasan, ölürəm Hüseyin. Zeynep, 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 Zeynep.
Yeter oldu Zeynep'e hemdeden, hala gittim onladı beni. Ne belalı çöl, bele kabul olup, yemediğine korkalım etmeli. Atınsa olur, hala görmesen, ölürem Hasan, ölürem Hüseyin. Zeynep, 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 Zeynep. Ali Mola, 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 Hasan Mola, Hasan Mola, Hasan Mola, Hasan Mola, Hüseyin Mola, Hüseyin Mola, Hüseyin Mola, Hüseyin Mola, Ali 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 Mola, Hasan Mola, Hasan Mola, Hasan Mola, Hasan Mola, Hüseyin Mola, Hüseyin Mola, Hüseyin Mola, Anam Zahra, 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 Ali Mola, Ali Mola, Ali Mola, Ali Mola. Havuzdan karşım budur, kurbanım her güzel. Sinanlar ellerde sonuncusu diye ama hamd etsin inşallah, sonra dua edelim. Bir de karşım var sizden, gelirsin bana dikkat eylesin, güzel olacak. Bekiyetullah el-acel, silah bu. El-acel, 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 Bekiyetullah el-acel, 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 Bekiyetullah el-acel, 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 Bekiyetullah el-acel. اللهم خذ مليشا حجة